السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد. صلى على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأرضين ولعن على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. أوصيكم ونفسي بتقوى الله. Sizi və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allahın salamı, məğfirəti, bərəkəti inşallah ki, bu mübarək gündə sizlərin üzərində olsun. Artıq Şaban ayının son günlərini yaşayırıq. İnşallah ki, bu haqda danışacağıq ikinci xütbədə. O mövzuya çox toxunmaq istəmirəm. Bir mövzu ətrafında inşallah ki, danışmaq istəyirəm. Bu, insanın kimliyi haqqındadır. İnsan kimliyi çox mühüm mövzudur və bugün insan kimlik böhranı içərisindədir. Ümumiyyətlə, düşünürəm ki, insan yaranan gündən kimlik böhranı içərisindədir və bu böhran get-gedə dərinləşməkdədir. İnsana saxta kimliklər, özlüklər təlqin olunur. Dünya tərəfindən, mühit tərəfindən, məktəblər tərəfindən, şeytan tərəfindən, müxtəlif fəlsəfi cəryanlar, sistemlər hamısı insana kimliklər təlqin eləyirlər, təqdim eləyirlər. Və eyni zamanda bu uğurda da yarışa giriblər. İnsanın kimliyini təhrif eləmək istəyirlər. Kimlik, yəni nə demək istəyirəm? Yəni, insan kimdir? İnsan, sən özün kimsən? İnsan öz-özünə sual verir ki, mən kiməm? Və bu kimi, bu məni hərə bir cür təqdim eləyir. İnsanı aldadır, insanı, belə deyək, çaşqınlıq içərisinə salır. İnsan kimliyi barədə yanılır deyə qalan problemləri, belə deyək, meydana gəlir. İnsanı kimliyi haqqında aldadırlar. Öz-özünü aldadır, şeytan aldadır, məktəblər aldadır, mühit aldadır, dünya aldadır ümumiyyətlə və necə aldadır? İnsana saxta kimlik verir. Deyir ki, insan sən busan, bu olduğuna görə də bu cürdə yaşamalısan. Aldadır, deyir ki, sən bu şəxsdən, insan da ki, artıq aldanandan sonra ki, mən buyam, o bunun uğrunda, saxta kimliyin uğrunda əlindən gələni əsirgəmir. Başlayır, deyir ki, məsəl üçün, sən mənfəətpərəstsən, sən filan cürsən, sən filan cürsən, filan cürsən. İnsan başlayır o uğurda çalışmağa. Çünki aldanıb baxır, elə bilir ki, həqiqi budur, həqiqi kimliyi budur. O həqiqi kimliyini əslində səhv salıb. Aldanıb deyənə elə bilir ki, həqiqi kimliyi odur, onun uğrunda başlayır mübarizə aparmağa. Əslində həqiqətdə o həmin o deyil. Amma ona mübarizə apardıqca, təlqin olunduqca çevrilir olur həmin o saxta kimliyə. Saxta kimliyi özünə belə deyə kimliyi götürür, şəxsiyyət götürür. Ona görə insanlarla danışarkən əvvəl onları saxta kimlikdən təmizləmək lazımdır. Onları saxta kimlikdən, saxta məndən çıxarmaq lazımdır. Ki, insana başa salmaq lazımdır ki, həqiqi sən deyilsən. İnsanları buradan çıxarmaq lazımdır. Yoxsa onu o saxta kimlikdən çıxarmasın, saxta mənlikdən, şəxsiyyətdən çıxarmasın, dediyin sözün heç bir təsiri olmayacaq ona. Əgər istəyirsən ki, dediyin sözün təsiri olsun, insanları gərək saxta kimlikdən təmizləyəsən. Əvvəl gərək ona azad eləyəsən. Ona elə bir kimlik verilib ki, o sənin
belə deyək, sözündən öz mahiyyətini uyğunlaşdıra bilmir. Sənin sözün havada qalır, ona təsir edə bilmir. Onu əvvəl özünə qəbul etdirdiyi saxta kimlikdən azad eləməlisən, ondan sonra sözünü ona belə deyə təqdim eləməlisən. Bir dənə misal deyim sizə, üzr istəyirəm əvvəlcədən bu misala görə. Amma misaldır da demək lazımdır ki, müəyyən sözləri gərək misalla başa salasan ki, insanların həyatında baş verən məsələlər olsun ki, insanlar onu belə deyək, asanlıqla həzm eləyə bilsin, başa düşə bilsin. Üzr istəyirəm dönə-dönə. Deyirlər, bir şəxs, məsəl üçün, zəhərlənib, yemək yiyib, bir dənə zəhərli maddə, yemək xarab olmuş, yemək qəbul edib, o zəhərlənib. Nə olub? Həqiqi kimlikdən ayrılıb. Bunun orqanizmi əvvəlki kimi çalışmır. Çünki zəhərli nəsə yiyib, orqanizm başlayır başqa cür çalışmağa. Heç cür, belə deyək, buna özü kimi deyil. Məsəl üçün, zəhərlənib, zəhərlənən adama dünyanın ən ləziz yeməyini gətirib təqdim eləsin, onun meyli olmayacaq o yeməyə. İcəksən Allah götür gözümün qabağından, nəsə ürəyim qalxır, mədəm bulanır. Belə deyəcək. Neynəmək lazımdır? Onu üzr istəyirəm, çoxlu su içsinmək, duzlu sudur, müəyyən oyundur, tibbi baxımından. O yediyi zəhəri, çox üzr istəyirəm, üzrə gülab suyu qaytarmalıdır. Ki, orqanizm təmizlənsin, orqanizm təmizlənəndən sonra o ki, ləziz, düzgün yeməklər var, onlara meyli artsın. Elə ki, o zəhərli maddə onun içərisindədir, o zəhərli yemək, zəhərin qalıqları onun içərisindədir, o təmiz şeyə meyl eləməyəcək. O təmiz yeməyi istəməyəcək. O vaxta kimi ki, onun içərisində o qalıb. Onu təmizlədin, təmizləyəndən sonra başlayacaq o digər yeməklərə rəğbəti artmağa, başlayacaq istəməyə. Gözünə belə deyək, iyrənc görsənə, ləziz yemək başlayacaq təzdən dadlı görsənməyə ləzzət. Ona görə də söz də belədir, insanın kimliyi də belədir. Bir insana təsir qoymaq istəyirsənsə, o insanı gərək saxta kimliyindən təmizləyəsən. Onu saxta mənlikdən, şəxsiyyətdən çıxardasan, dinin məsələsi budur, dinin mübarizəsi budur ki, insanları saxta kimliyini təmizləsin, saxta kimliyini vurub darmadağın eləsin, onları təmizləsin ki, sözün həqiqisi, sözün əsli onlara təsir eləyə bilsin. Bu günləri dünyada nə çox, elə özümüzdə də nə çox nümunələr var ki, insanlar var, Qur'an-ı Kərimdən ayələr deyirsən, Peyğəmbərdən, imamlardan, Əhl-i Beytdən hədislər deyirsən, o hədisi, o sözü qəbul eləmək istəmir. Məsələ nədir? Çünki onun içərisində o yemək kimi zəhərli qalıqlar qalıb hələ. Onu təmizləmək lazımdır. Və yaxud da bir dənə misal çəkim. Elə bir ki, bir dənə uşağın xarakteri nədir? Uşağın həqiqi kimliyi nədir? Uşaq biz görmüşük ki, qaçar, gəzər, bayırda oynamağa həvəsi olar. Uşaqdır da bu, oynamaq istəyər, elə. Təsəvvür elə ki, o xəstələnib bir dənə qızdırması var. Deyirsən ki, dur çıxar gedək bayıra, o keyfsiz olur, istəmir bayıra çıxsın. Halbuki bundan əvvəl, 2 gün əvvəl bu bayıra qoymurdun, qadağan eləyirdim bayıra çıxmağı, səndən xəbərsiz qaçıb çıxıb gedirdi. İndi xəstələnib, saxta bir həqiqi özü deyil axı. Xəstəliklə yaranan bir özlük var bunda, kimliyi var bunda. Qızdırma qalxıb, xəstələnib, özün heç də yaxşı hiss eləmir. Bunu məcbur eləyirsən ki, dur çıxaq gedək bayırda biraz gəzək. Həqiqi özü deyil axı, özündən çıxıb. Ona görə istəmir bayıra çıxsın. Elə ki, onun qızdırması düşdü, özünə gəldi, başlayır təzdən həqiqi özünə qarışmağa. Evdə saxlamaq istəyirsən də saxlaya bilmirsən. Bax, insan da bu cürdür. O ki, deyirsən ki, məsəl üçün, insan deyir ki, bəzən insanda olur da bu, deyir ki, bu mən ki var, yalancı mən. Bu insanı qoymur. Bir də var ki, həqiqi mən. Bəs bu hansıdır? O bir yağ deyir deyə, istəmirəm, bu saxta mən idi, amma əsl istəkdə istəyirdi yemək. Bu həqiqi məndir. İnsan da gərək bu həqiqi kimliyini tapa bilsin. Həqiqi kimliyini tapa bilsin. Dinin ümumiyyətlə əsas işi budur ki, o yalancı mən qatları var insanda. İnsanlar özü üçün mən qatları düzəldib, onu vurub danışsın. O mikroblar, o zəhərlər ondan təmizlənsin. Ondan sonra görəcəksən ki, istəklər dəyişdi, istəklər başqa oldu. Bu günləri insanların əksəriyyətinə baxırsan, deyir ki, mən belə istəyirəm axı. Başa salmaq olmur ki insana, insan, həqiqi sən bu deyilsən.
Həqiqi sən olsun, bunu istəmərsən. Həqiqi sən olsun, günah eləmək istəmərsən. Niyə görə? Həzrət Əleyhisselamdan bir dənə hədis var. Buyurur ki, Mə nəhəllah subhanahu an şeyin illə və əğnə anh. Bir dənə belə hədis var. Deyir ki, Allah nədən insanı çəkindiribsə, Allah insana nəyisə nəhy eləyibsə, haram eləyibsə, çəkindiribsə adamı, deyir ki, Həzrət Əleyhisselam, Allah Teala bir şey deyir ki, bu haramdır. Bir ondan insanı ehtiyatsız eləyib. Nəyə ki Allah Teala nəhy eləyib, haram buyurub, insanı ondan ehtiyatsız eləyib. Mənim sözüm deyil, Həzrət Əleyhisselamın sözüdür. Allah nədən çəkindiribsə bizi, onlardan hamısından bizi ehtiyatsız eləyib. Bir-birinə deyirsən ki, filan şeyi eləməklə. Ay yox, mən onsuz dözə bilmirəm, axı. Səhvdir, yalandır, gözün içinəcən yalandır. Həzrət Əleyhisselamdan hədis var, deyir, nəyə ki haram buyurub Allah Teala, onun sənə ehtiyacın yoxdur ondan. Heç bir ehtiyacın yoxdur. Deyirsən ki, necə olur axı? Mən onu istəyirəm axı. Həmin adamlara deyirsən ki, bu olmaz, haramdır. O deyir ki, yox, necə olur axı? Mən bu ürəyim istəyir axı. Deyir, hə, deməli sən həqiqi sən deyilsən. O sənin içində olan o haramı istəyən sənin saxta kimliyindir. Sənin həqiqi özün deyilsən. Səndən kənar bir özdür yox. Onu sən istəmirsən, o saxta kimliyin istəyir. Çünki onun sənə həqiqi kimliyi və sənin ona ehtiyacın yoxdur. Kimliyin ona ehtiyacı yoxdur, həqiqi kimliyin. Həmin o uşağın xəstəliyi kimidir, məsələn. Yaxşı və saxta məndən azad eləmək lazımdır insanları. Saxta məndən təmizləmək lazımdır. O necə olur? Allah Teala bir neçə metodu öyrədir bizə. Özü də bundan istifadə edir Quran-ı Kərimdə. Bir metodlardan biri də birincisi deyərdi ki, budur ki, Allah Teala insanlara baxın, Quran-ı Kərimdə bəzi ayələr var. O ayələr sual xarakterli ayələrdir. Onların cavabını istəmir Allah Teala, sadəcə insanı düşündürmək istəyir. Bir çox ayələrdə var. Allah buyurur ki, Mə ləkum, sizə nə oldu baxayım? Allah sual verir. Sizə nə oldu baxayım? Allah ümumiyyətlə insandan nə soruşur? Məsələn, mən soruşuram filan kəs, deyirəm ki, filan kəs necədir, bilmirəm deyənə soruşuram. Allah ki, yerin göyün sahibidir, bizi xəlq eləyəndir. Allah hər şey bilir. Allah niyə görə sual verir? Mən ona görə sual verirəm ki, bilmirəm, öyrənməkdən ötürü sual verirəm. Allah amma hər şeyi biləndir. Bəs niyə görə sual verir? Ona görə sual verir ki, biz təfəkkür eləyək, biz aylaq. Mə ləkum, nə olub baxı sizə? Bu suallarla istəyir Allah Teala, o üzr istəyirəm, o necə ki zəhərli maddəni yemişdi, qaytarsın. İstəyir ki, insan o zəhərli fikirləri, ideologiyaları başlasın özündən atmağa, qaytarmağa. Və bir dənə sual deyim, insanlar özünə qayıda bilər. Bütün məktəblərə ünvanlanan bir sualdır bu. Bütün liberallara, sosialistlərə, nasionalistlərə, ondan sonra bütün məktəblərə, sosial yönümlü, liberal yönümlü, sosial yönümlü və hamısına. Məsələn, liberal cəmiyyətdə olan insanlar azadlıq deyirlər. Liberalların şüarı nədir? Azadlıq. İnsan azadlığı. Sosial yönümlülər, solçular, belə deyək, onlar ədalət axtarışındadırlar. Deyir ki, insan insanı istismar eləməsin, ədalət olsun, insan insanı istismar eləyə bilməz. Bütün bu şüarlar, bütün bu şüarları səslənən ideologiyalara, məktəblərə bir dənə sual var. Yer üzündə bütün hamı dünyadan gedib, bir dənə adam qalıb. Təsəvvür edir ki, yer üzündə heç kim yoxdur, bir nəfər adam qalıb, bir nəfər adam. Bir nəfər adam. Nə bu bir nəfərin azadlığını əlindən alan adam var? Təkdirdə çünki heç kim yoxdur. Nə də ki, bunu istismar eləyən bir adam var. Təkdir çünki. İndi o liberalizmin, sosializmin, digər məktəblərin bu bir nəfərə sözü var, yoxsa yoxdur. Çünki bütün məktəblər, bütün ideologiyalar hesablanıb toplum üçün, cəmiyyət üçün. Bir azadlıq,
Azadlıq, insanın azadlığını kim alır? İnsan alır da, belə deyək. Onu deyir ki, istismar eləmə. İstismar eləmə, yəni bir insandan sonra tək insan özünü istismar eləyə bilməz ki, gərək 3-4 dənə adam olsun, ikinci adam olsun ki, onu istismar eləsin. İkinci adam olsun ki, onun azadlığını əldə. İndi heç kim yoxdur, bir nəfər adam qalıb dünyada. O məktəblərin bu adama deyəcək sözü var, təbii ki, yoxdur. Çünki onların hamısı cəmiyyətə görə hesablanır, topluma görə hesablanır. Onların heç birinin sözü olmayacaq bir nəfər. Amma dinin bəli, sözü var. Dinin həmin o bir nəfərə sözü var. Ümumiyyətlə, bir məktəbin dəyəri bundan bilinir ki, o məktəb bir adama deməyə sözü yoxdur. Bir məktəbin dəyərli olmağını, bir ideologiyanın dəyərli olmağı bundan bilinir ki, dünyada heç kim olmayan bir nəfər qala, o bir nəfərə də sözü olsun demək. Əgər o bir nəfərə sözü yoxdursa o məktəbin, deməli o elə də qiymətli bir şey, yəni elə də belə əsaslı bir, belə deyək, təşkilat deyil, əsaslı bir, özüllü bir, fundamental bir məsələ deyil onun məsələsi. Onun elə, o görürsən, bəzi evlər var, torpağın üstündən tikilir, bir də müəyyən vaxt, illər keçəndən sonra aşıra və həmin məsələyə bənzəyir o məsələ. Məktəbin ideologiyanın dəyəri, qiyməti ondadır ki, o bir nəfərə sözü olsun onu, bir nəfərə. Və din nə deyir? Din deyir ki, mən din, ona deyirəm ki, sən insan təksən. Heç kəsində yoxdur. Tək qalmısan da. Heç bir ictimai münasibətlərin də yoxdur. Sən insan hadisələrlə qarşılaşırsan. Başına hadisələr gəlir dünyada. Hər gün hadisələrlə üzləşirsən. Bəzi hadisələr səni sevindirir, bəzi hadisələr səni kədərləndirir. Dinləyir bunu. Bir təksən, ictimai münasibətin yoxdur. Bəziləri hadisələr səni sevindirir, bəzi hadisələr səni kədərləndirir. Bir təsir göstərir bunlar sənə. Dinin sözü budur. Budur ki, bütün bu hadisələrin təsiri ilə özünü müqayisə elə. Gör, sənə təsir eləyən hadisə sənə necə təsir eləyir? Sənə təsir eləyən şeylər sənin dəyərin qədərdir. Deyir elə bir ki, yaxşı misal çəkir. Deyir elə bir ki, biri üzrsən, çobandır, qoyun otarır da, mal qarandır. Bunun indi qoyunu öldü. O bir dənə qoyunu öləndə buna necə təsir eləyir? Bu deyir ki, indi Allah verib, Allah neymət verib, Allah verər, Allah alar, o başqa. Bir də var ki, təsir, ayda bir dənə qoyun da getdi, vəziyyət oldu xarab. Budursa, deyir, elə sənin qiymətin o qoyun qədərdir, üzr istəyirəm. Yəni, sən ki, ondan möhkəm təsirlənirsən, yəni başına gələn hadisələr sənin kimliyinə verdiyin qiyməti ortaya qoyur. Sözümüz ondan ibarət. İnsan var ki, başına xırda bir iş gəlir, onu böyüdür eləyimlə boyda, başlayır ondan mütəəssir olmağa, təsirlənməyə. Bir başına gələn hadisələrdən nə qədər təsirlənirsənsə, sənin qiymətin də o qədərdir. Din bax budur. Din gəlmir, məsələn, sosial demokratiya bunu deyir, liberal demokratiya bunu deyir. Din də gəlir, öz qaydalarını insanlara tətbiq edir. Yox, dinin ayrıca bir qaydası yoxdur ki, gəlsin insan üzərində nəyəsə tətbiq eləsin. Dinin bir dənə sözü var. İnsan kim olursansa o özünü. Vəssalam. Mən gəlməmişəm ki, digər məktəblər kimi sənə yalancı kimliklər təlqin edeyim. Mənim məqsədim bu deyil. Dinin sözü budur. Din deyir ki, insan kim idin? Allah sənə nə yaratmışdı? Allah sənin fitrətində nə qoy? Nəsənsə özün. Kim olursansa o, özün. Vəssalam. Dinin sözü budur. Din insana özünü tanıtdırır və özünə uyğun hədəf verir. Peyğəmbərdən bir hədis var. Buyurur ki, Rahimallahu imra'an arifə qadrah. Deyir, Allah rəhmət etsin o kişiyə, o adama ki, öz qədrini bilir. Öz qədrini bilir. Duaya bax, yaxşı duadır ya. Peyğəmbər Allah rəhmət etsin o kişiyə, o adama ki, o öz qədrini bilir. Öz qədrini bilir. Bilir qiyməti nə qədərdir. Bilir qədri nə qədərdir, qiyməti nə qədərdir. Özünü dahi ucuz, belə deyək, günahlara satmayacaq o insan. Özünə sığışdırmayacaq ki, o günahları eləyib qiymətini aşağı salsın. Peyğəmbərin kəlamından sonra Həzrət Əleyhisselamın kəlamı gəlir burada.
Qayıdır ki, kəfə bil mər'i cəhlən ən la ya'rifə qədrəh. Deyir, bir adamın cahilliyinə bu bəs eləyir ki, öz qədrini bilmir. Öz qədir qiymətini bilməyən insan bir cahil insandır. Bir insanın bir cahilliyini bilmək istəyirsən ki, o nə qədər cahildir, deyir, o öz qədrini bilmirsə, qiymətini bilmirsə, o cahil insandır. İstər deyir, kim olursa olsun, elmlər doktoru olsun, nə bilim, professor olsun, kim olursa olsun, öz qədrini bilmirsə, deyir, Həzrət Əleyhisselamın sözüdür, deyir, o əslində cahil insandır. Və insana dinin məqsədi insanın potensialını başa salmaqdır. İnsan, din başa salmaq istəyir ki, insan sənin potensialın nə qədərdir? Sən kim ola bilərdin, kim olmursan? Qiyamətin günü çox olacaq belə onlar. Quran-ı Kərimdə yazılır, bəziləri peşman olacaq, qiyamətin günündə insan həqiqi potensialı üzə çıxacaq. Allah Teala insanın həqiqi kimliyini qoyacaq qabağına. İnsan baxacaq, görəcək ki, harda olmalı idi, indi hardadır. İndi hardadır. Elə bir ki, bir dənə misal çəkeyim. Biri bir dənə iş qurub. Ora sərmayə qoyub. Maya deyək də, biz maya qoyub. Birinin qazancının hesablanması əldə elədiyi qazancınandır, yoxsa sərmayəsinə nisbətən qazandığıdır. Deyir, əlbəttə ki, nə qədər pul yatırıb, nə qədər qazanc əldə edib. Əsas məsələ budur. 100.000 manat qoyub 100 manat götürüb, yoxsa 10.000 manat qoyub 100 manat götürüb. Bunların arasında fərq var. Maya dəyəri. Biri var ki, məsələn, qoyduğu pulu hesablamır, bir iş qurur, məsələn, 200 manat pul qazanıb, nə yaxşıdır, bərəkət. Deyir, nə qədər mayanı qoymuşsan, nə qədər bu işə pul xərcləmişsən? Deyir, 20.000 manat. 20.000 manatın qabağında 200 manat. İnsanın da bu potensialı bu qədərdir. İnsanın potensialı çox böyükdür. Allah Teala qiyamətin günü bizə göstərəndə biz çox peşman olacağıq ki, ilahi, sən mənə nələr vermirsən? Mən amma harda olmuşam? Sən mənə nələr bəxş eləmirsən? Mənim içərimdə elə potensiallar olub ki, mən bunu bilməmişəm. Mən indi olduğum yer, mənim potensialımla indi olduğum yerin arasında yer-göy qədər fərq var. Mən bilməmişəm bunu. Din gəlir insana sərmayəsini tanıtdırır. Sərmayəsini tanıtdırır. Ki, insan, sənin bu sərmayin bu qədərdir. Bu sərmayənin qarşılığında bu qədər qazancın olmalıdır. Çox olmalıdır. Ustad Səfainin bir dənə sözü var. Deyir, sərmayəmizdən xəbərsiz olduğumuz üçün ziyanımızdan da xəbərsizik. Sən kimsən, nə ola bilərdin? Bilsə insan bunu, bugün uğur saydığı, müvəffəqiyyət saydığı bir çox şeyi uğursuz və müvəffəqiyyətsizlik sayardı. Mən filan universiteti qutarmışam. Deyirsən, səndə olan potensialı sən bilsin, səndə olan sərmayəni sən bilsin, o əldə elədiyin diplomu uğursuzluq sayarsan. Deyirsən, bu nədir? Əldə elədiyin elmi müvəffəqiyyətsizlik sayarsan. Deyirsən, bu nədir? Allah mənə nələr bəxş edir? Və insan öz sərmayəsini biləndə, potensialını biləndə, dünən uğur bildiyini bugün uğursuzluq bilir. Və başlayır daha da çalışmağa. Bir nəfər tacir var idi, Bağdadda idi, Hindistandan çay vurmuşdu. Gəmilərdən çay gəlirdi. Buna xəbər gəlir çatır ki, bəs dəryada təlatüm olur, qasırğa olur, bəs çaylar, yəni qoyduğun sərmayə məhv olacaqmış. Amma xilas ediblər. Mal gəlib Samirədədir, səni dəvət edirlər. Gedir, gəlir, görür ki, limanda, görür ki, bunun aldığı, pul verib aldığı çayları yığıblar üst-üstə. Bir dənə böyük bir təpə yaranıb, bəlkə də çox. Baxır ona deyir, mən bunları itirəcəkdim, əgər tələf olsaydı bunları itirəcəkdim. Deyir, ürəyi partlayır, ölür. Deyir, ürəyi partlayır, ölür. Və insan da qiyamətin günü bu cür olacaq.
Allah Teala göstərəcək ona, göstərəcək ki, insan, sənin potensialın bu qədər idi, sən bunu əldə eləmişsən, insan yeri var ki, orada ürəyi partlasın. Ürəyi partlasın. Xilas olmuşdu. Vallahi xilas, amma gözü ilə gördü ki, itirsəydi bu qədər bir şey itirəcəkdi, orada dözə bilmir. Və budur. Və insan ona görə də deyəcək ki, vay mənim halıma ki, mən bu qədər sərmayədən xəbərsiz olmuşam və din gəlir bizə o sərmayəmizi tanıtdırır. Və bütün bu inkişaf ki var, insan bu boyda məsəl üçün inkişaf, elmdə inkişaf, bir gün gələcək ki, insan görəcək ki, nə ola bilərdi, nə olub. Ne üçün, məsəl üçün bir dənə belə bir söz var, deyirlər ki, İmam Zaman Əleyhisselamın dövründə elmdən məsələn bir hərf ondan əvvəl məlum idisə, belə bir hədis var ki, onun dövründə məsəl üçün 20 neçə hərf məlum olacaq. Yəni elm açılacaq. Ne üçün olacaq? İnsan potensialı tam işə düşəcək. İnsan potensialı tam işə düşəndə görəcəksən ki, dünən nə qədər inkişaf saydığın şey, sən demə çox kiçik bir şeymiş. Özdə zamanı imamının dönəmində təkcə mənəviyyatın belə deyək, çiçəklənmə dövrü olmayacaq. Ola bilməz. Yaradılışa belə deyək, ziddir bu. Mənəviyyat çiçəklənsin, elm geridə qalsın. Yox, hər ikisi paralel olacaq. Mənəviyyat da çiçəklənəcək, elmdə. İnsan başladıqsa tam potensialını gerçəkləşdirməyə, hər tərəfli başlayacaq inkişaf eləməyə. Bir insan ki, həqiqi olaraq potensialını üzə qoyur, ola bilməz ki, mənəvi cəhətdən, ibadət cəhətdən, mənəvi cəhətdən, ədəb, əxlaq cəhətdən inkişaf eləsin, amma elmi cəhətdən inkişaf eləməsin. İnsanın potensialı işə düşəndə tam şəkildə bütün hər tərəfli başlayır inkişaf eləməyə. Ola bilməz ki, bir cəmiyyət mənəviyyatlı ola, orada elm inkişaf eləməyə. Mənəviyyatın da ölçüsü budur. Çünki insan potensialı tamdır, kompleks şəkildədir. Bir yerdədir. İnkişaf etməyə başladısa, hər tərəfli inkişaf eləyir. Bu, çox olduqca zəruri bir mövzu idi ki, istədim cümə xutbəsinin kontekstində buna toxunaq. Allah Teala inşallah ki, bu cümə günü bizə mübarək qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peygamber ve ali peygambere salavat zikreleyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bədvaris o bivarislər dünyasını dəyişmiş, alimlər, abidlər, zahidlər, şəhid və siddiqlər ruhları şad, salavat zikr eləyək. Salli ala Muhammed və ali Muhammed. Məscid, mənbər inşa eləyənlər, məxsusən bu məscidi mənbər inşa eləyib, haqq dünyasında olanlar var, istirahət ruhları haqqında salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Accil Faracı. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nüfusina Ebil Kasimi Mustafa Muhammed. Accil Faracı. وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى حسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Ariflərdən belə bir söz var, deyirlər ki, Şaban ayının sonuncu cüməsi əxlaq və ürfan yolunu keçənlərin dayanacaqlarından biridir. Yəni, bu gündə xüsusi bir fəzilət var.
insanı mərifətə çatdıran amillərdən biri Şaban ayının son cümə günüdür. Yəni bu gündür. Və bizimlə bir yerdə yaşayıb, dünyasını dəyişmiş və bu il, bu cümə yanımızda olmayan möminlərin hamısına Allah Taala'dan rəhmət və məğfirət diləyirik. Biz də onların arasında ola bilərdik. Şükür Allaha ki, bu günü dərk etməyi Allah Taala bizlərə nəsib elədi. Ümidvaram ki, bu günün şükrünü inşallah ki, yerinə yetirə bilərik. İmam Rıza əleyhissalamın bir səhabəsi var, adını eşitmişsiniz. Bəziləri ziyarət ediblər, ziyarətə gedəndə Əba Səlt adında. Əba Səlt deyir ki, Şaban ayının axırıncı cümə günü İmam Rızanın huzurundaydım. Deyir, ağa mənə belə buyurdu ki, ya Əba Səlt, İnnə Şabanə qad mədə əksəruhu və hədə əxiruhu cüm'atin fih. Ey Əba Səlt, Şaban ayının çox hissəsi gedib və bugün onun axırıncı cümə gecəsidir, cüməsidir daha doğrusu. Fətədarək fīmə bəqiyə minhu təqsirək fīmə mədə minhu və aleykə bil iqbal alə mə ya'nikə. Ona görə belə isə bu ayın qalanından ayın keçən günlərindəki təqsirlərin, yəni səhlənkarlıqların, günahların üçün yaxşı istifadə elə. Yəni çox bir hissəsi gedib, az hissəsi qalıb. Ona görə də bu günlərdə elədiyin səhlənkarlıqlar ucbatından yaxşı istifadə elə bu ayın sonuncu cümə günüsündə. Buyur ki, Allahdan bağışlanmaq istə, çox Qur'an oxu, öz günahlarından Allah Teala'ya tövbə elə ki, mübarək ay gələndə, mübarək Ramazan ayı gələndə özünü Allah üçün xalis etmiş olasan. Yəni təmiz, paklayasan özünü. Sonra deyir ki, Əba Səlt, səhvə yol vermə. Bu günləri qəflət içərisində yaşama, günahlardan uzaq ol. Çiynində əyləşib əməllərini yazan mələkləri günah yazmağa qoyma. Əməllərini elə diqqət elə ki, günahı yaza bilməsinlər. Yəni günah eləmə. Bütün saatlarda, dəqiqələrdə, anlarda ibadətlə məşğul ol ki, onlar səndən yalnız ibadət etdiyini yazsınlar. Sən haqqında yazanda ibadət haqqında yazsınlar. Belə bir günün ələ düşəcəyini bir də hardan bilirsən? Ömür vəfa eləmədi, növbəti ilə çata bilmədi Şaban ayının sonuncu cüməsinə. Ömrün bitəndən və axirət aləminə gedəndən sonra bütün ömrünə, hətta bir saniyəsinə görə barmağını dişləyəcəksən, yəni peşman olacaqsın, İmam Əleyhisselam deyir. Adətən belə bir məsələ vardır, insan peşman olanda, təəccüblənəndə və yaxud təəssüflənəndə barmağının ucunu dişləyir. Məsəl üçün, belə bir şey olur. Çox təəccüblənəndə barmağın məsələsini bütöv dişləyir. Bundan da çox təəssüflənib peşman olanda əlini dişləyir. Quran-ı Kərimdə ayəsi var bunun. Quranın buyurduğuna görə bir qiyamətin günü bəzi insanlar peşmançılıqdan iki əllərini çeynəyəcəklər. Və yevmə ya'addu-zalimu alə yədəyhi. Belə bir ayə var Quran-ı Kərimdə. Yada sal o günü ki, zalim öz əllərinin arxasını çeynəyər. Nə üçün dünyada, belə deyək, qafil olmuşuq? Nə üçün bizi oyadan olmuyor? Niyə ömrümüz puç olub? Buna görə deyir, peşmançılıq çəkərlər. İmam Rıza Aleyhisselam Əba Səltə deyir ki, Əba Səlt, bu bir neçə gündə ibadətinin sayını artır. Özünə nəzarət elə və bu duanı oxu. Allahümmə illəm təkun ғəfərtə lənə fīmə mədə min şə'bənə fəğfir lənə fīmə bəqiyə minh. İlahi, əgər Şabanın keçən günlərində bizi bağışlamamısansa, qalan günlərində bizi bağışla. Bu duanı elə. Biz belə bir fəzilətli günü yaşayırıq. İnsan neymətin içərisində olanda neymətin qədrini bilmir. Həmin neymət əlindən gedəndən sonra başlayır peşman olmağa. Bunu da deyim ki, bəzən görürsən ki, hədislərdə təkrar
hədisləri deməyə ehtiyac duyulur və bunun da heç bir eybi yoxdur. Məsəl üçün, bu çox gözəl bir işdir. Qur'an-ı Kərimdə Allahın da belə bir metodu var. İndi bilirsiniz də, Ər-Rəhman surəsində bir ayə var, 34 dəfə Allah Teala təkrarlayır. Fəbi-əyyi əlai rabbikuma tukəzzibən. Onda belə isə, ey insan, ey cin tayfaları, Rəbbinizin nemətlərinin hansı birini danırsınız, təksib edirsiniz, inkar edirsiniz. Burada təkrar eləmək mənaya heç bir xələl gətirməz. Əksinə, təkrar çox mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox dil və ədəbiyyat mütəxəssislərinin illərlə Quran əleyhinə çalışmalarına baxmayaraq, ötən bu 1414 əsr, 1400 illik zaman fasiləsində hələ heç bir kəsə müqəddəs bu Quran-ı Kərimə, kitabdan kiçik də olsa belə bir eyb tutmaq müəssər olmayıb. Heç kim buna belə deyə müəssər olmayıb ki, Quran-ı Kərimdən kimsə səhv tutsun. O bir rivayədə o vaxt deyirlər ki, o səhv tutmaqdır. Quranda bəzi ayələr təkrardır. Bir o mənaya heç bir belə deyək, xələl gətirməz. Çünki insana təkrar lazımdır. Əgər zərrə qədər Quran-ı Kərimdə nəuzubillah belə deyək, nöqsan olsaydı onu başlayardılar şişirtməyə. Onu bayraq eləyərdilər əllərindən. Amma Allah Teala zərrə qədər yer qoymayıb ki, o dil uzadanlar onu tapsınlar. Çünki yoxdur. Allah özü eyibsizdir, göndərdiyi də onun kimi. Və İmam Sadiq aleyhissalam Quran haqqında buyuruyor ki, Qaləl İmam Sadiq aleyhissalam Əl-Quran zahiruhu əniq və batinuhu əmiq. Quranın zahiridir, gözəldir və batini, içərisi çox dərindir. Həzrəti İmam Sadiqdəndir. Bir Həzrət Peyğəmbər Şaban ayının axırıncı cüməsi Mədinə məscidində müsəlmanlar üçün bir dənə xütbə oxudu. Həmin xütbəni inşallah ki, bir hissəsini tərcümə eləyəcəyik. Həzrət Əleyhisselam buyurur ki, Şaban ayının sonuncu cüməsi İslam Peyğəmbəri bizim üçün xütbə oxudu, buyurdu. Əyyuhənnaz, ey cəmaat, ey insanlar. Doğrudan da Allah Teala'nın ayı öz rəhmət, mərhəmət, bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Peyğəmbər xütbə oxuyur. Bu ayda sizlər bir Allahın qonaqlığına dəvət olunub, kəramət əhlinə çevrilmişsiniz. Bu ayda aldığımız nəfəslər zikir, yatmağımız ibadətdir və əməllərimiz qəbul etdiyimiz dualar müstəcabdır. Onda deyir, istəklərimizi Allahdan saf niyyət və pak ürəklə istəyir. Bir abidin bir dənə qız övladı var idi, o pak ürəklə istəməkdən gedir söhbət. Birinin bir abid var idi, onun bir qız övladı var idi. Allaha yalvarıb oğlan övladı istəyirdi Allahdan ki, ilahim mənə oğlan nəsib elə. Belə rəvayət olunur ki, bu abid 3 il Allaha yalvardı. Lakin hacətinin qəbul olmadığını görür, Allaha deyir ki, ilahi, ya Rabbi, əbəidun ənə minkə fələ təsmə'u minni, əm qaribun əntə fələ tucibuni. İlahi, mən səndən uzaq olduğuma görə səsimi eşitmirsən, yoxsa yaxınam, lakin sən mənim hacətimi qəbul eləmək istəmirsən. Yuxu vasitəsilə və yaxud da hansısa bir Allahın dostu, Peyğəmbər vasitəsilə bir onun cavabında, onun sualının cavabında Allah Teala belə bir cavab verirlər. Sən hacətlərini, diqqət eləyin, sən istəyirsən Allahdan, cavab budur ya. Sən istəyirsən Allahdan, çox üzr istəyirəm. Murdar bir dil və çirkin bir qəlblə istəyirsən. Dilimi təmizlə, qəlbimi təmizlə, sonra istə. Sən napak qəlb və çirkin bir niyyət ilə mənə yalvardığın halda məndən sənin hacətini qəbul etməyimi gözləyirsən, Allah cavab verir buna. Nə vaxt sən pak ürəklə, pak niyyətlə və pak dillə məndən istədin, mən sənə vermədim. Nə vaxt belə elədin ki, mən sənə vermədim? Sən napak qəlblə istəyirsən. Bunları düzəl, istə verim.
Bu bilirsiniz, eşitmişsiniz, Nəcəf şəhərində bir dənə fəhlə yaşayırdı. Fəhlə. Gündüzlər işləyib evinə çörək pulu aparırdı. Bir gün axşam evə gələndə gördü ki, hündür mərtəbədən bir dənə uşaq düşür yerə. Düşür yerə, düşəndə elə bu gördü, hay həşir düşüb, deyirlər, uşaq düşür, bu da onun qabağından keçirdi də, binanın qabağından. Bir dənə söz dedi, ilahi sən saxla, hay Allah, sən özün saxla. Gördülər ki, uşaq ilə yavaş-yavaş kimsə uşağı götürdü, qoydu yerə. Yığışdılar bunun başına, sən belə kəramətli adamsan, sən bu cürsən, o cürsən. Deyir, o dedi ki, yox, mən adi bir fəhliyəm. 60 ildir Allaha bəndəlik edirəm. 60 ildir Allaha bəndəlik edirəm. Bu vaxta qədər Allah nə deyibsə, ona əməl eləmişəm. Bir dəfə mən dedim, o mənim dediyim əməllədir. Burada heç bir qeyri-adi bir şey yoxdur. 60 il mən ona bəndəlik elədim. Nə dedi sözündən çıxmadım. İndi mən bir dəfə istədim ondan, ay Allah, sən özün saxla. O özü 60 ilin cavabında bunu elədi deməli. Allah bunu elədi. Elə buna görə də Həzrət Peyğəmbər buyurur ki, Allah Teala'dan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərimizdən keçib sizlərə bu ayda oruç tutmağı, Qur'an tilavət eləməyi nəsib eləsin. Allahdan bunu istəyir. Ola bilər ki, bir vacib bir səfərə çıxmalı oldunuz və Ramazan ayının orucunu tutmaq sənə nəsib olmadı. Biz sonradan sən onun qəzasını da tutsun, Ramazan ayının orucunun savabını əldə edə bilməyəcəksən. Bir Ramazan ayının orucunun bir gününün savabı bütün il ərzində tutulan orucların savabından daha çoxdur. Allah dərgahında oruculuğun nə qədər savabı olduğu müəmmalıdır, bilinmir. Allahdan nə qədər savab verir. Ona görə də Allaha yalvarır ki, daha doğrusu yalvar ki, bu ayın orucunu tutmağa sənə nəsib eləsin. Və həmçinin bu ayda Qur'an oxumağı sənə nəsib eləsin. Peyğəmbər sonra bir hədis var, buyurur ki, doğrudan da bədbəxt o adamdır ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmasın. Bu ayda açsız qalmaqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın. Yoxsullarınıza sədaqə verməklə kömək edin. Qocalarınıza hörmət, uşaqlarınıza rəhim, qohum-əqrəbamıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın. Baxılası halal olmayan şeylərə göz yumun. Eşidilməsi haram olan şeylərdən qulaqlarınızı gözləyin. Yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərimizə qarşı mehriban olsunlar. Sizdən sonra yetimlərimizə qarşı mehriban olsunlar. Günahlardan tövbə eləyib Allaha tərəf qayıdın. Allah Teala bir dənə surədə, bir surənin bir ayəsində buyurur ki, "Eyyuhellezine amenu tubu ilallah tevbeten nasuha." Belə bir ayə var. Ey iman gətirənlər, Allaha səmimi qəlbdən bir daha günaha qayıtmamaq şərti ilə tövbə eləyin. İmam Sadiqdən soruşdular ki, "Yəbnə Rasulillah, ey Peyğəmbər övladı, nəhsuh tövbəsi nədir?" Quran-ı Kərimdə Allah Teala deyir ki, nəhsuh tövbəsi eləyin. İmam Sadiq bir dənə misal deyir, nəhsuh tövbəsini başa salır. Buyurdu ki, heyvanın döşündən sağılan süd bir daha onun döşünə qayıdır. Dedilər, xeyr. Bir Həzrət buyurdu ki, günahdan tövbə edən insan nəsuh tövbəsi etmək istəyirsə, gərək bir daha o günahı eləməsin. Bir dənə misal çəkir. Sonra Həzrət Peyğəmbər o Şaban ayının sonuncu xutbəsində buyurur, əllərinizi dua etmək üçün namaz vaxtı göyə qaldırın. Çünki namaz vaxtı ən gözəl vaxtdır. Bu anlarda, bu vaxtlarda Allah Teala öz bəndələrinə rəhmət nəzəri ilə baxıb, onu çağırarkən onları cavablayır. Onu səsləyərkən ləbbeyk deyir. Allah deyir, sənə ləbbeyk deyir. Və dua edərkən onu müstəcab eləyir. Əyyuhənnas, ey insanlar, ey cəmaat, sizlər hansı biriniz bu ayda oruç tutmuş bir möminə iftar versə, Allah Teala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb, keçmiş günahlarını əfv eləyər.
Səhabələrdən bəzisi dedi ki, ya Rasulallah, axı hamımızın buna imkanı çatmır. Bir Peyğəmbər buyurdu ki, oruç tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayanda Allah Teala həmin o savabı ona, belə deyək, nəsib eləyər. Yoxdur da imkanı. Buna da imkanı yoxdur. Əyyuhənnas, ey cəmaat, bu ayda əxlaqını gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə Sirat körpüsündən asanlıqla ötüb keçər. Və hər kəs bu ayda öz qul və ya kənizinin işini asan tutsa, Allah da onun hesab kitabını qiyamətdə asan eləyər. Kim bu ayda vacib bir namaz qılsa, Allah Teala ona başqa aylarda qılınan 70 namazın savabını verər. Kim bu ayda mənə çox salavat göndərsə, əməl tərəzilərini yüngülləşəcəyi gün Allah Teala onun əməl tərəzisini ağırlaşdırar. Əməlləri yüngül gəlib, çatmır. Allah Teala deyir, kim mənə salavat zikr eləsə, onun o tərəzisini ağırlaşdıraram. Həzrət Peyğəmbərə salavat göndərməyin həddən artıq savabı var. Bir gün İslam Peyğəmbəri Seyyid-i Şühəda Həmzə şəhid olandan sonra onu yuxuda görür. Seyyid-i Şühəda əmsiydə Həmzə dünyasını şəhid olub, şəhid olandan sonra yuxuda görür. Görür ki, Seyyid-i Şühəda Həmzə əyləşib və qarşısında olan qabdakı üzümün dadına baxır. Həzrət Peyğəmbər bir ona sual eləyir. Deyir ki, bura daxil olanda hansı əməlin savab baxımından daha üstün idi? O əməl ki, daha üstün idi. Deyir, Seyyid-i Şühəda deyir ki, burada bütün əməllər dərdimədəydi. 3 əməlin isə xüsusi savabı var idi. Onlardan biri, teşnə insana su vermək. Kimsə teşnə olub su verir, deyir, o xüsusi qiymət qazandı. İkincisi, əmin oğlu Əli İbn Əbu Talibin məhəbbətindən fəzilətli bir şey görmədi. Onun məhəbbəti xüsusi qiymət qazandı burada. Üçüncüsü isə sənə məhəbbətindən, daha doğrusu sənə və əhl-i beytinə göndərilən salavatın savabı qədər çox savabı olan bir əməl görmədi. O Seyyid-i Şühəda deyir, Həzrət Həmzə. Deyir ki, 3 dənə əməl burada daha çox qiymət qazandı. Teşnə adama su vermək, Həzrət Əli İbn Əbu Talibi sevmək və sənə və sənin əhl-i beytinə salavat göndərmək burada xüsusi qiymət qazandı. Bir alimlərdən, müstehidlərdən biri var, Allah dünyasını, Allah rəhmət eləsin. Birinin yanına pul gətirmişdi, xums pulu. Ağa həmin pulu təhvil aldı və öz dəftərində qeyd elədi. Bir neçə kəlmədən sonra həmin şəxs getmək istəyəndə, bu alim ona bir dənə söz dedi. Dedi ki, bayaqdan demək istəyirəm. Lakin özümü bayaqdan demək istəyirdim, amma demirdim. Amma özümü saxlaya bilmədim. Sən nə gözəl ətir vurmusan. Diqqət edin. Bu ətir mənim xoşuma gəldi. Nə ətirdir bu belə? O şəxs deyir, alimə baxdı. Qayıtdı dedi ki, bu sirri heç kəsə indiyə qədər deməmişəm. Amma sizə deməyə bilmərəm. Siz əhlisiniz çünki. Çünki siz alimsiniz, müştəhidsiniz. Sizə mütləq deməliyəm. Həzrət deyir, alim buyur ki, buyur, dinə. Deyir, həmin adam dedi ki, bunu heç kimə deməmişəm. Mən bir gün yuxudaydım, yatmışdım. Yuxuda gördüm ki, İslam Peyğəmbəri bir dənə məclisdədir və ətrafında təxminən 20 nəfərə yaxın insan var. 20 nəfərə yaxın adam əyləşib. Mən də onların arasındayam, mən də oturmuşam. 20 nəfərdən biri mənəm. Oturmuşam. Bir Həzrət həmin insanlara baxdı, üzünü tutub bu cür dedi. Deyir ki, sizin aranızda kim mənə daha çox salavat göndərir? Sual verir. 20 nəfərə sual verir Həzrət Peyğəmbər. Deyir, heç kim cavab vermədi. Deyir, heç kim cavab vermədi. Deyir, mən də deyə bilmədim ki, ya Rasulallah, mən daha çox salavat göndərmişəm. Deyir, düşündüm ki, birdən məndən də çox salavat göndərəm. Utandım, nəsə demədim. Deyir, Həzrət deyir, bu sualı 3 dəfə təkrar elədi.
Deyir, heç kim cavab vermədi. Deyir, sonra Həzrət Peyğəmbər deyir, məni çağırdı, bu adam deyir, məni çağırdı, buyurdu ki, gəl. Deyir, hamıdan, deyir, Həzrət buyurdu ki, hamıdan çox mənə salavat göndərən sənsən. Deyir, Həzrət bu sözləri dedi, mübarək ağzı ilə mənim dodağımdan öpdü, bir yuxudan oyandım. Yuxudan oyanandan sonra həmin gündən bu ətir məndən getmir. Bu ətir ki, bəyənmirsən, bu Peyğəmbər ki, öpdü məni, ona çox salavat zikr edirdim, Peyğəmbər öpdü məni, bu ətir o vaxtdan mənim üstümdən getmir. Hər kim bunu məndən soruşsa, ona bu sirri demirəm. Amma sizə bu sirri açdım, belə deyir. Ona görə də Həzrət buyurur ki, Ramazan ayında bütün ibadətləri yerinə yetirin, xüsusilə Peyğəmbərə və onun əhl-i beytinə salavat göndərin. O budur. Əfsuslar olsun ki, bu günləri deməyəcəkdə da gəldi deyirəm. Bir də görürsən ki, namazda da, digər vaxtlarda da deyirsən, əşhədu ənə Muhammədən Rasulullah. Sallallahu aleyhi və səlləm. Arkada olan qardaşlar biri Allahümmə səlli, biri dala qalır, biri qabağa qalır, biri demək istəmir. Bununla iş olmaz. Görürsən, çox salavat zikr eləməyin, insandan bir ətir gəlir ki, götürəndə bu alim, rütbəycən, elmi cəhətdən, irfani cəhətdən bundan üstün idi də. Amma görürsən, bu dənə salavat zikr eləməyi bir ətir bəxş edib Allah Teala, o alim ona həsrətlə baxır. Soruşur ondan ki, bu nə ətirdir, nə qəşəng iyi gəlir səndən. Görürsən? Bəzən ehtiyac yoxdur ki, nəsə böyük bir şey eləyəsən. Elə kiçik başlayırsan, kiçik bir şeydən, oradan yavaş-yavaş gəlir çıxır. Deyirsən, salavat deyirsən, biz yatırıq, Allah köməyimiz olsun hamımıza, içindən qarışır. Bu işlərdə biraz diqqətli olmaq lazımdır. Şeyx Səduqun Əməllərin Cəzası kitabı var. Orada yazır, Peyğəmbərə və onun əhl-i beytinə salavat zikr eləməməyin cəzası. Qısa konkret şəkildə deyir ki, adam kafir hökmündədir. Vəssalam. Orada hədisi deyir, mən hədisi demirəm, yəni lakanik eləyirəm də. Yəni diqqətli olmaq lazımdır bu məsələlərdə. Azanda eşidəndə, bir yerdə Peyğəmbərin adı, künyəsi keçəndə şövq ilə salavat zikr etmək. Onun onsuz da salavata ehtiyacı yoxdur. Çünki insanların dərəcələri var. İnsan var, paxıl insandır. İnsan var, bəxil insandır. İnsan var, kərim insandır. İnsan varlıq da var, mütləq kərim insandır. Paxıl deyir, heç kimdə olmasın, məndə olsun. Bəxil biraz ondan üstündür. Kərim insan özünə lazım olanı götürür, qalanını paylayır. Mütləq kərim odur ki, özünə heç nə götürməyir, hamısını paylayır. Peyğəmbərə də heç nə ehtiyac yoxdur. O salavatın ki, savabı var, onun hamısını Peyğəmbər Allahdan istəyir ki, sənin özünə versin. Ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdır. Allaha əmr verək, izzət və cəlalı xatirinə. Allah Teala mübarək Ramazan ayının feyzindən bizləri binəsib eləməsin. Allah Teala bir daha bizim ömrümüzə Rəcəb, Şaban ayına alır, inşallah ki, hətta o zəbt eləsin. Allah Teala xəstələr var, mərizlər var, tezliklə şifaya acil mərhəmət eləsin. Qərib yerdə olanlar var, sonra ruzu dalınca gedənlər, ondan sonra elm dalınca gedənlər, Allah Teala behtiram İmam Rizaya xatir tezliklə sağ, salamat evlərinə qaytarsın inşallah. Allah Teala dünyanın hər yerindəki müsəlmanlar, möminlər var, daim zülmün, küfrün üzərində onları qalib eyləsin. Allah Teala hər bizdən razı olsun. Bugün 44 günlük vətən müharibəsi şəhidi Kəlbiyev Telmanın anası Dilşad xanım da dünyasını dəyişib. Allah dəriq rəhmət eləsin. İnşallah ki, şəhid övladını ondan şəfaətçi qərar versin. Allah Teala hər birimizdən razı olsun. Mərhumənin də ruhuna bir salavat zikr edək. Allahümmə salli alə Muhamməd və ali